Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bir müddət idi ki, kanala video yükləmirdim, lakin artıq bunu düzəldəcəyəm və çalışacağam ki, həftədə 2 və ya 3 dəfə video yükləyim. Bundan əlavə, yorumlarda bu müddət ərzində mənə yönəldilən bəzi suallar var idi ki, istəyirəm onları da cavablandırım. Bəli, mən attestasiya imtahanına hazırlıq dərsləri keçirəm, işə qəbul dərsləri keçirəm. Bundan əlavə fərdi hazırlıq ilə məşğul olmaq istəyirsinizsə müraciət edə bilərsiniz. Hər bir yoruma istəyən şəxslərə, yəni mail adresimi yazıram. Bundan sonra da bütün videoların açıqlama hissəsində mənim mail adresimi görə bilərsiniz. Oradan əlaqə saxlaya bilər və ya yorumlarda öz əlaqə nömrənizi qeyd edə bilərsiniz. Mən sizin nömrənizə yazacağam. Bugünkü dərsimiz Rahmaninovun yaradıcılığı haqqındadır. Rahmaninov 19-cu əsrin sonu, 20-ci əsrin birinci yarısında yaşayıb yaratmış, görkəmli rus bəstəkarı, dünya şöhrətli pianoçu, dirijor olmuşdur. Onun yaradıcılığı Rusiyada böyük sosial dəyişikliklər dövrünə təsadüf edir. Rusiyada inqilabların başlanması ilə bir çox görkəmli sənət xadimlərinin həyatında həyəcanlı illər başlanır. Həmin dəyişikliklərin faciəvi nəticələrini qabaqcadan duyan həssas sənətkarlar içərisində Rahmaninov da var idi. O, 1917-ci ildə Rusiyadan mühacirət edərək ömrünün çox hissəsini qürbətdə yaşamış və ABŞ-da, Kaliforniyada vəfat etmişdir. Bununla belə Rahmaninov əsl rus bəstəkarı, Rus bəstəkarlıq məktəbinin, Rus klassik ənənələrinin böyük davamçısı olmuşdur. Rahmaninov əsl milli Rus ənənələrində yetişmişdir və onun yaradıcılığı həm Rus xalq musiqisi, həm 19-cu əsr Rus bəstəkarlarının yaradıcılığından Rus ədəbiyyatı, teatrı, tarixi, incəsənəti ilə bağlı olmuşdur. O, qüdrətli dəstə, Çaykovski ənənələrini davam etdirmiş və özünün orijinal üslubunu yaratmışdır. Yaradıcılığı çox sahəli və zəngindir. Onun musiqisi həyati məzmunludur. Dahiyana güc, pafos xoşbəxtliyi özündə birləşdirir. Həmçinin bu musiqidə romantik ənənələr öz əksini tapıb. Lakin bəzi əsərləri iti dramatizm ilə doludur. Onun yaradıcılığında vətən mövzusu xüsusi yer tutur. Baxmayaraq ki, Rahmaninov Rusiyanın tarixi ilə bağlı mövzulara müraciət etməmiş, Rus xalqının keçmişindən bəhs edən sujetlərdən istifadə etməmişdir. Ancaq proqramlı olmayan əsərlərində vətən, Rus mədəniyyəti aşkar hiss olunurdu. Rahmaninov musiqisi Rus xalq mahnısı, şəhər romansının intonasiyasından bəhrələnmişdir. Əsl xalq mövzularından istifadə etməmişdir, lakin bəzi hallarda çox sərbəst inkişaf etdirərək əsərlərinə Rus melosu gətirmişdir. Rahmaninov yaradıcılığında Rus kilsə intonasiyaları, eləcə də Rus məişətinin atributu olan zəng səsləri özünəməxsus şəkildə təzahür edir. Rahmaninov təbiət etibarilə lirikdir. Onun musiqisi Çaykovskiyə yaxındır. Rus romantizminin parlaq nümayəndəsidir. Heç vaxt öz subyektiv aləminə qapılmır, əksinə sanki öz ürəyini geniş açaraq düşüncə və duyğularını bölüşür. Onun musiqisi həmişə insanlara, geniş kütlələrə yönəlmişdir. Gözəl melodiyalar ustasıdır. Gözəl pianoçu olduğundan fortepiano əsərləri say etibarilə üstünlük təşkil edir. Simfonik yaradıcılığına nisbətən bəstəkarın fortepiano və vokal yaradıcılığı daha tez məşhurluq qazanmışdır. Rahmaninovun adı bir pianoçu kimi Liszt, Rubinstein kimi görkəmli pianoçularla bir sırada çəkilir. Bir ifaçı kimi də Rahmaninovun yaradıcılığı milli ənənələrdən ayrılmazdır. Onun ifaçılıq üslubu virtuoz sənətkarlığın ən yüksək səviyyəsi ilə seçilirdi. Lakin bu cəhəti heç vaxt ön plana çəkmirdi. Mükəmməl ifaçılıq texnikasına malik olan Rahmaninov dinləyicini heyran edirdi. Rahmaninovun pianoçuluq üslubuna orkestral xüsusiyyətlər xas idi. Öz əsərlərinin mükəmməl ifaçılığından savayı, başqa bəstəkarların da əsərlərini özünəməxsus ifa edirdi. Sanki həmin əsərin müəllifi o özüdür. İfası sanki müəllif ifası kimi qavranılır və hər dəfə sanki əsərin ilk ifası təəssüratını bağışlayırdı.
Buna baxmayaraq, Rachmaninov 20-ci əsrin görkəmli rus simfonistlərindən biri sayılır. O, 3 simfoniya, proqramlı simfonik əsərlər yazmışdır. Bunlara həmçinin Bahar, Kolokola, Zənglər kantataları, vokal simfonik poemalar aiddir. Hansında ki, simfonik orkestr həddindən artıq mənalı rol oynayır. Rachmaninovun yaradıcılığı 3 və ya 4 dövrə bölünür. Birinci erkən, ikinci gənclik, üçüncü son dövrdür. İlkin yaradıcılığında romantizm ənənələri hiss olunur. İkinci dövrdə Ölülər Adası simfonik poemasından başlayaraq üslubu mürəkkəbləşir. Simvolizm, modernizm, impressionizm, neoklassizm təsir göstərir. Yeni orkestr, faktura, harmonik dil yaranır. Üçüncü dövr özünə məxsusdur. Artıq kamillik həddinə çatır. Simfonik rəqslər yaranır. Əlavə olaraq qeyd etmək istərdim ki, Rostov Konservatoriyası Rachmaninovun adınadır. Bugünlük dərsimiz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.